Yusif Məmmədəliyev adına Sumqayıt 31 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə akademik Yusif Məmmədəliyevin anadan olmasının 120 illiyinə həsr olunmuş Bir Həyatın Kimyası adlı elmi ədəbi tədbir keçirilib. Tədbir Sumqayıt Heydər Əliyev mərkəzində baş tutub. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Tədbiri açılış nitqi ilə Yusif Məmmədəliyev adına 31 nömrəli tam orta məktəbin direktoru Leyla Əliyeva açıb. Direktor çıxışında akademik Yusif Məmmədəliyevin Azərbaycan elminin inkişafında müstəsna xidmətlərindən danışıb. Onun zəngin elmi irsinin bu gün də gənc nəsil üçün örnək olduğunu vurğulayıb. Leyla Əliyeva bildirib ki, belə tədbirlərin keçirilməsi məktəblilərdə elmə, xüsusilə də kimya elminə marağın artırılması baxımından mühüm əhəmiyyət daşıyır. O, akademikin həyat yolunun, vətəndaş mövqeyinin və elmi fəaliyyətinin şagirdlərə aşılanmasının əsas məqsədlərdən biri olduğunu qeyd edib. Daha sonra tədbirdə millət vəkili Mehriban Vəliyeva çıxış edərək, Yusif Məmmədəliyevin təkcə görkəmli alim deyil, eyni zamanda fəal ictimai xadim olduğunu bildirib. Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov isə çıxışında bu cür tədbirlərin milli mənəvi dəyərlərin qorunması və gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi baxımından əhəmiyyətini qeyd edib. Sumqayıt Bələdiyyəsinin sədri Adil Xudadatov çıxışında belə maarifləndirici tədbirlərin gənclərin dünya görüşünün formalaşmasında mühüm rol oynadığını bildirib. Abşeron Xızı Regional Təhsil İdarəsinin Sumqayıt sektorunun müdiri İman Ağayev, akademik Yusif Məmmədəliyevin elmi məktəbinin bu gün də aktual olduğunu vurğulayıb. Tədbirdə şəhid Rüfət Əhmədovun anası Ruhiyyə Əhmədova da çıxış edərək gənclərə elmli, savadlı və vətənə bağlı olmağı tövsiyə edib. Rəsmi hissədən sonra tədbir ədəb-bədii kompozisiyalarla davam etdirilib. Şagirdlər akademik Yusif Heydəroğlu Məmmədəliyevin həyat və fəaliyyətinə həsr olmuş səhnəciklər, şeirlər və kompozisiyalar təqdim ediblər. Qeyd edək ki, akademik 31 dekabr 1905-ci ildə Ordubad şəhərində anadan olub. Bir çox elmi məqalələrin və kimyəvi ixtiraların müəllifi olub, elmi fəaliyyətlə yanaşıb, ictimai-siyasi proseslərdə də fəal iştirak edib. O ömrünü elmə və təhsilə həsr edərək 15 dekabr 1961-ci ildə Bakıda vəfat edib. Sonda Sumqayıt Bələdiyyəsi tərəfindən məktəblərə hədiyyələr təqdim olunub. Şəmstan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.